Dizlərinizdəki ağrılar sizi pilləkən çıxmağa qoymursa, yeriməkdə çətinlik çəkirsinizsə və ayaqlarınız şişirsə, bu videonu sona kimi izləyin. Bugün dizdəki artroz probleminin müalicə yolunu sizə təqdim edəcəm. Əminəm ki, bu videonu izlədikdən sonra bizə çox sağ olun deyəcəksiniz. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilərimiz, bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Artroz xəstəliyi dizdəki qığırdağın yeyilməsi nəticəsində baş verir. Bilirsiniz ki, sağlam oynaqların hərəkətini qığırdaq quruluşu təmin edir. Bu strukturun deformasiyası oynaqların hərəkətliliyini məhdudlaşdırır. Bu xəstəliyin ən vacib əlaməti oynaqlarda hiss edilən ağrıdır. Başlanğıcda oynağın hərəkəti ilə artan və istirahətlə keçən ağrı xəstəlik irəlilədikcə qalıcı olur. Bu hal zamanı oynaqlarda şişkinlik, sümük çıxıntıları və deformasiyalar yaranır. Xəstələrin şikayəti soyuq və rütubətli havalarda daha da pisləşir. Yaşlandıqca oynaq mayeəsinin azalması baş verir. Bu da sümükarası sürtünməni artırır və oynaqlarda aşınmaya səbəb olur. Xüsusilə 60 yaşdan yuxarı insanlarda sümük çıxıntıları meydana gəlir. Bu da ki, sümük deformasiyası yaradır. Yaşa dolduqca toxumaların bərpası yavaşlayır. Həmçinin elastiklikdə azalmalar müşahidə edilir. Bundan əlavə çəkinin artması oynağı yüklüyür. Uzun müddət ağır fiziki fəaliyyət də qığırdaq toxumasının strukturunu poza bilir. Belə hallarda artroz xəstəliyinin inkişafı ehtimalı da artmış olur. Artroz bəzi insanlarda genetik faktorlara görə inkişaf edə bilər. Əgər ailədə revmatoloji xəstəliklər və ya oynaq sağlamlığı ilə bağlı problemlər varsa, bu zaman risk artmış olur. Genetik meylliliyi olan şəxslərdə oynaq elastikliyi daha zəif ola bilir ki, bu da sümükarası sürtünmə prosesini sürətləndirir. Artroz piylənmə ilə birbaşa əlaqəlidir. Çünki artıq çəki sümük arası sürtünməni artıraraq qığırdaq aşınmasına səbəb olur. Oynaq mayeəsinin azalması və sümük deformasiyası artıq çəki səbəbi ilə daha da sürətlə inkişaf eləyir. Artroz problemi travmalar nəticəsində də inkişaf edə bilir. Bu əsasən idmançılar və ağır fiziki işlə məşğul olan insanlarda rast gəlinir. Sınıqlar, bağların cırılması və oynaq çıxıqları xəstəliyin erkən başlamasına səbəb ola bilir. Peşəkar idmançılarda artroz riski yüksəkdir. Çünki təkrarlanan zədələr oynaq mayeəsi azalması və qığırdaq aşınması kimi problemlərə gətirib çıxara bilir. Artroz bəzi endokrin xəstəliklər və hormonal dəyişikliklər nəticəsində inkişaf edə bilər. Xüsusilə qadınlarda menopauza dövründə estrogen səviyyəsinin azalması, qığırdaq aşınması və oynaq mayeəsi azalması riskini artırır. Metabolik sindrom və artroz arasında da əlaqə mövcuddur. Çünki şəkərli diabet və digər metabolik problemlər sümüklər arası sürtünməni artırır. Tiroid xəstəlikləri, piylənmə və böyrək xəstəlikləri də oynaqlarda dəyişikliklərə səbəb ola bilər. Artroz həm oturaq həyat tərzi, həm də ki, həddindən artıq fiziki yüklənmə nəticəsində də inkişaf edə bilir. Fiziki aktivlik və oynaq sağlamlığı arasında balansın pozulması, qığırdaq aşınması və sümük arası sürtünmə riskini artırmış olur. Hərəkətsiz insanlarda oynaq elastikliyi azalır, oynaq qidalanması zəifləyir və oynaq mayeəsi azalması baş verir. Bu da ki, artroza səbəb olur. Gənc yaşlarda və ilkin səviyyəli artrozlarda müxtəlif müalicələr var. Kök hüceyrə, ekzason və hialuron turşusu kimi. Yaşlı və artıq 3-4-cü səviyyə artrozlarda əsas yol endoprotez əməliyyatıdır. Lakin bir çox xəstələr üçün bu əməliyyat olduqca ağır və yanaşı xəstəliklərə görə riskli hesab edilir. Belə hallarda çıxış yolu təkcə əməliyyat deyil. Noltrex maye protezlə oynaqlarınızı bərpa edə bilərsiniz. Noltrex xəstəliyin mərhələsindən asılı olmayaraq, oynaq içərisində yastıq rolu oynayaraq sümüklərin bir-birinə dəyməsinin qarşısını alır. Diz oynaqlarında yeyilmiş qığırdağı əvəzləyir, ağrıları aradan qaldırır, həyat keyfiyyətinizi artırır, ən əsası oynaq əməliyyatını təxirə salır. Maye protez birbaşa oynaq yerinə iynə ilə tətbiq edilir. Bir neçə saat ərzində videoda gördüyünüz yaşlı xanım kimi ayağa qalxıb sərbəst şəkildə yerimək mümkün olur. Xəstədə 4-cü mərhələ qanartroz diaqnozu qoyulub, endoprotezləşmə əməliyyatından imtina edib və xəstəyə endoprotez əməliyyatından imtina etdiyi üçün endoprotez gellərin vurulması tövsiyə olunur. Yerimək rahatlaşdı mı sizdə? Rahatlaşdı. Xeyirli olsun. Əl çomağını harı götürürsən? Getdi. Get. Bəli, əl çomağını atdı. Ağrılarınız sizi dayandırmasın. Noltrex'i ekranda gördüyünüz əlaqə nömrəsi və Instagram səhifəsindən əldə edə bilərsiniz.
Belə dəyərli izləyicilər, bu günlük də bizdən bu qədər. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, aşağıda yerləşən bəyən düyməsinə basmağı və kanalımıza abunə olmağı unutmayın. Bizi həmçinin YouTube-dan, Facebook-dan, TikTok-dan və Instagram-dan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət eləyir. Növbəti videolarımızda görüşənədək. Hələlik.